Zəfərimizin qürur dolu 5-ci il dönümü və bu 1826-cı qayıdış günündə biz Vətən müharibəsində qazandığımız şanlı qələbə ilə 30 illik ağır sükutdan sonra torpaqlarımızla birlikdə azadlığa qovuşan arzularımızın, ruhumuzun, mədəniyyətimizin və dilimizin təntənəsinə şahidlik edirik. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yenidən doğulan bir ruhun, bərpa olunan bir qürurun əbədi zəfəri manifestidir. Hər qarışında erməni vandalizminin izləri silinən bu torpaqlarda indi Azərbaycan dilinin ecazkar səsi əks-səda verir. Azərbaycan mahnısının avazı bütün dünyaya yayılır. Bu dirçəliş son 5 ildə atılan hər bir addımla tarixi ədalətin qızıl hərflərlə yazılmış cümləsini təsdiqləyir. Arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir Azərbaycanlı üçün bu iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdi. Şuşanı azad etdi. Bu böyük qələbədir. Və şəhərlərimizin, ulu öndərin ruhu şaddır bugün. Gözün aydın olsun Azərbaycan. Gözün aydın olsun dünya Azərbaycanları. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Qarabağın incisi Azərbaycan mədəniyyətinin beşiyi Şuşa bu mənəvi dirçəlişin sarsılmaz mərkəzi, milli kimliyimizin müqəddəs rəmzidir. 28 ildə Xarı bülbülünə sığal çəkəcək doğmalarını gözləyən Cıdır düzü. Ənənəvi olaraq 1989-cu ildən 1992-ci ilədək qeyd olunan Xarı bülbül musiqi festivalı Azad Şuşada 2021-ci ildə sükutu pozdu. Qarabağ şikəstəsi əzəli əbədi yurdunda səsləndi. Şuşanın Cıdır düzündən ucalan Xarı bülbül beynəlxalq musiqi festivalı Vətən müharibəsindən sonra torpağa qayıdan Xarı bülbül çiçəyinin müqəddəs nəğməsi kimi yenidən canlandı. Hər il ənənəvi olaraq keçirilən bu tədbir uzun illik susqunluqdan sonra Qarabağ torpağının səsini, nəğməsini bütün dünyaya bəyan edən azadlığın zəfər marşı oldu. Mən bu cahan mülkündə mütləq doğru halət görmədim. Hər nə gördüm, əyri gördüm. Özgə babət görmədim söyləyən şair sağ olsaydı, artıq ədalətin təntənəsini vəsf edərdi. Böyük qayıdışımızın daha bir təntənəsi Prezident İlham Əliyevin sərəncamı ilə Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Vaqif Poeziya günləri keçirildi. 39 il əvvəl Şuşada Ulu Öndərin iştirakı ilə açılan Vaqifin məqbərəsi işğal illərində tamamilə dağıdılmışdı. Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məqbərə öz görkəminə qaytarıldı. Və təbii ki, Vaqif Poeziya günləri sözün qüdrəti, ədəbiyyatın dirçəlişi ilə yenidən vüsət aldı. Uzun həsrətdən sonra şair öz qonaqlarına xoş gəldin dedi. Şuşanın ardıcıl olaraq Türk dünyasının və İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi onun təkcə Azərbaycanın deyil, bütövlükdə sivilizasiyaların tarixi və mənəvi paytaxtı kimi əzəmətini beynəlxalq səviyyədə təsdiqləyir. Zəngəzurun füsunkar qapısı olan Laçın bugün qayıdışın qartal qanadlarını açır. Laçının 2025-ci il üçün Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı seçilməsi yaraları sağalmış bir diyarın ürəyinin beynəlxalq səviyyədə tanınması, onun mədəni irsinə verilən yüksək dəyərin parlaq bir təsdiqidir. Laçının bulaqları, yaylaqları, tarixi abidələri yenidən beynəlxalq mədəniyyət bayramlarına ev sahibliyi edir və edəcək də.
Bakı-Laçın reysinin ilk sərnişinlərindən biri olaraq böyük fəxarət və qürur hissi ilə sizi Laçın Beynəlxalq Hava Limanından salamlayırıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə təməli qoyulan və açılan Laçın Beynəlxalq Hava Limanı, eləcə də qısa müddətdə inşa edilən Füzuli və Zəngilan hava limanları sadəcə nəqliyyat qovşaqları deyil, bu hava limanları Qarabağın və Şərqi Zəngəzurun mədəniyyət xəzinələrini, festivallarını, bərpa edilmiş abidələrini görmək istəyən dünya qonaqlarına açılan birbaşa qapılardır. Onlar regionun turizm və mədəniyyət mübadiləsinin inkişafına təkan verən, qalibiyyətin göylərə ucalan abidələridir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilən əraziləri üzrə bütün şəhərlərin günləri təsis edildi və hər il hər bir şəhərin azadlıq tarixi böyük təntənə ilə qeyd olunur. Şəhər günləri tarixi ədalətin bərpasının və böyük qayıdışın simvoluna çevrildi. Doğma. Azad Qarabağımızda muğamın beşiği Ağdamda da yenidən musiqi sədaları duyuldu. Muğamın əsrarəngiz seyri Azad Qarabağın hər qarışına yayıldı. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyevanın iştirakı ilə Ağdam Muğam Mərkəzinin təntənəli açılış mərasimi baş tutdu. Bu Qarabağ şikəstəsi isə torpağına, azadlığına, ən xoş günlərinə qovuşan qalib xalqın sevinç dolu səsi idi. Bu səslə biz ömrümüzü uzatdıq. Bizdən küsən torpağın, ağaçların könlünü aldıq. Bu 5 il eləcə bərpa dövrü deyil. Bu, Azərbaycan xalqının yenilməzliyinin, sarsılmaz qürurunun və sonsuz vətən sevgisinin təcəssümüdür. Qarabağda əks-sada verən hər Azərbaycan mahnısı, Vaqifin məqbərəsi önündən dünyaya yayılan hər bir şeir, açılan hər bir hava limanı millətin şanlı zəfər dastanını yazır. Bəli, biz həm işğal yaşadıq, həm də əbədi zəfərimizin şahidi olduq. Şəhid verdik, torpaq qazandıq, azadlığımıza, mənəviyyatımıza qovuşduq. Bugün muğamımızın sədası hər bir Azərbaycanlının müqəddəs zirvəsi olan Cıdır düzündən duyulur. Qarabağ hüquqi sahibinə qovuşub. Böyük qayıdış davam edir və insanlar doğma yurduna qayıdır, yaşayır, yaradır. İşğaldan azad olunmuş hər qarış torpaq üzərində dalğalanan üçrəngli bayraq bizə bir həqiqəti pıçıldayır. Viranəlik üzərində əzəmətli bir yurt yaratmaq mümkündür. Azadlıq uğrunda mübarizə əbədidir. Qayıdış isə qələbənin ən möhtəşəm təntənəsidir. Qarabağ isə əbədi olaraq Azərbaycandır.